Yenə qayıdırıq təkfir məsələlərinə. Nə üçün? Çünki məsələ ehtiyac var. Qardaşlar dedi ki, biri deyib ki, kim bir şeydən çox danışsa azar. Ehtiyac varsa çox danışmaq olar. Hər şey ehtiyaca görədir, vəziyyətə görə. Çünki dəvətçi adam baxmalıdır harda yaşayır və nəyə daha çox ehtiyac var, onu irəli sürməlidir. Məsələn, tutaq ki, sən yaşayırsan elə vaxt ki, ixvan, hizblər doludur, olan da hakimiyyədə böyük mövzu problemləri var. Cürbəcür üslublarla hakim mövzusunda istəyirlər azlasınlar. Sən də hakimiyyədən danışsan. Bu adam çıxır, bu məqamda çıxır ki, deyir ki, kim bir şeydən çox danışsa azalır. Və eşidənlər, bilməyənlər, başda ayıra bilməyənlər, onlar azacıq ilə fikirləndə deyirlər, filan kəs hakimiyyədən çox danışır, deməli azıb artıq. Və ya filan kəs təkfirdən çox danışır, deməli azıb. Filan kəs xavariclərdən çox danışır, deməli azıb. Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında xavaric yox idi, xavaricdən danışırdı. Bidət yox idi, bidətdən danışırdı. Və s. və s. Sadəcə çox danışırsan, əgər ehtiyac varsa, əlbəttə çox danışmalısan. Kitab-ı Tövhid Muhammed ibn Abdülvahhab neçə dəfə oxudu? Həmişə qutarırdı, keçirdi əvvələ. Hətta tələbələrdən bəziləri 50, 60, 70-ci dəfə oxuyanda o kitabı, tələbələr deyirdi yenə, əlbəttə yenə, əvvəldən başlayırdılar yenə. Çünki ehtiyac var idi.